Salam millət, necəsiz, keyfiniz, əhvalınız? Bu günləri yeni video ilə qarşınızdayam. Biraz fərqli video olacaq. Desəz ki, nə adından da artıq məlumdur. Deməli, oyunun adı Supercar Collection Simulator gedir. Deməli, bu oyunu mən niyə çəkirəm? Ümumiyyətlə mənim kanalım oyun üçün nəzərdə tutulmayıb. Sadəcə mən bu oyunu ona görə çəkirəm ki, adından da məlum olduğu üçün oyunda bir dükanınız olur. Həmin dükanda siz modellərinizi satırsınız və sata-sata, belə deyim, level keçə-keçə daha da təkmilləşirsiniz. İndi birinci videoya belə giriş eləyirəm, sonra üzümü görməyəsiz, kompütera keçid eləyəcəyik. Hə uşaqlar, deməli belə oyunumuz belə başlayır. Deməli, oyunumuz demo versiyasıdır, yəni tam versiyası hələ çıxmayıb. Amma bu oyunu bilən kimi dedim videosunu çəkim, yenidən atım YouTube'a. Burada da sağda görürsünüz ki, Steam'də yəni yazılıb ki, istek listesi türkçə desək, ora bizi ekləyin ki, biz yuxarı qalxaq. Əgər oyundan xoşunuz gəlsə, oynaya bilərsiniz. Bu heç bir reklam, sponsorluq deyil. Onsuz da bizə kimdir sponsor verən, nəysə. Deməli, davam eləyə basırıq. Mən biraz oyun oynamışdım ki, mənim ilk məlumatım olsun, vaxt çox getməsin. İndi görək necə olur. Səhv eləməmsə başdan başlayacaq. Aha, qaldığım yerdən başlayıb. Deməli uşaqlar, qıraqdan göstərim. Cəlilabad rayon Pirvon kəndində yeni həmişə dediyim kafe açmışıq. Oradan gəlirsən və burada bu da kafe. Bura bizim dükanımızdır. Super. Nə oldu? Hə. Bura mən zibilləmişəm. Nəysə. Supercar Car Store. Deməli dükanımız budur. Buradan closed, open ondan, yəni bağlı da açıqdır. Bunu eləyə bilərsiniz. Xəritəsi hələ ki qıssadır. Yəqin oyunun tam versiyası gələndə daha da təkmilləşəcək. Plus zibil tullamağa mən yer tapanmadım. Ona görə küçəyə tullayıram. Nəysə, indi içəri girim. Deməli uşaqlar, taba basırıq. Taba basanda bizim planşetimiz gəlir. Bu planşetin özəllikləri nədir? Birinci sizə qısa göstərim. Burada belə deyim, bir ki sədrəkdən sifariş verirsiniz də. Yəni sizə gəlir. Misal üçün basic super içində zəhər deyəmədim, hə. Yəni bu belə Hot Wheels qutuları kimi nəzərdə tutaq. Velli qutusu, axır nə? Maşın qutusu kimi burada satılır, misal üçün. İçində 20 dənədir, 200 dollar. İçində 40 dənədir, 400 dollar. Yarış pisti var. Bunlar da görürsünüz ki, hələ də kilitlidir. Çünki oyun demodur. Sonra mobilyalar var. Burada da görürsünüz də, rəflərdir, stoldur falan, yəni belə bir şeylərdir. Sonra burada mağaza yöntəmi falan buralara hələ kəşf eləməmişəm. Bura yəqin ki mağazanın daha da böyüyür. Sonra burada ödəmələr var. Ödəmələrə girəndə kirayədir, bir də ki fatura, yəni qazı, işığı, suyu, bax onun söhbətidir. İndi burada 6 gün qalır. 6 günə qədər ödəməliyik. Sonra burada kolleksiya var. Bu kolleksiyadakı sizə başa salacağım. Bu sizin şəxsi kolleksiyanızdır və buradan sata bilirsiniz. Burada görürsünüz xüsusi animasiyalarla daha da belə yaxşı hala gətirilib. Bundakı necə alırıq? Bu indi qutularda modellər olur. Həmin o qutudakı modelləri alıb özünüz asanda dənə-dənə çıxır. Bu dənə-dənələrdə belə də sata bilirsiniz. Öz kolleksiyanızda da qalır. İndi mən hələ belə bir stol qoymuşam. Belə bir rəfim var. İndi sizinlə bir yerdə gəlin sifariş verək. Deməli, giririk, bizim 1096 pulumuz var. Toptancıya giririk. Deməli uşaqlar, içində 40 dənə olan maşın qutusundan aldım. 400 manat elədi. Kargoda 2 manat, nəysə. Bundan hələ ki sifariş verək, qoy gəlsin, satın al elədik. Və bizim kargo maşını gəlir. E-yə basıb götürürük, F-yə basıb açırıq. Açandan sonra belə
Doldururuq. Bunun da yenə dediyim kimi zibil qabı yoxdur da, yəni. Hə, var imiş. Bax mən onu bilmədim, bax. Gərək buraları bir-bir təmizləyərik. Nəysə, dükanımızı açaq. Gəlsinlər. Mən yenə sifariş verəcəm. Toplantıya giririk. Bir dənə 400 bundan, bir də bundan. Yenə sifariş verək, gəlsin. Kargomuz gəldi. Götürürük, açırıq. Buranı doldurduq. Buraları da dolduraq, hamısın. Ay, boş. Hə, tulladıq. Sonra bunu da açaq. Всё. Bunu eləlik indi bura tullayaq. Müştərilərə yola salaq. Deməli, kassa sistemində asandır. Səsi gərginç gəlir. Kartı alırıq, nə qədər yazın? 57, 57, 85. Basırıq. 81 dollar. Tamam, bunu da yola saldıq. Maşallah, normal alış-veriş eləyib, özü də günəşin altında qızarıb. Gəl bura, 128 dollar. Tamam, hələ ki nəqd gələn yoxdur, artıq gün qutardı, çünki bayaqdan danışam eləyirəm. İndi buranı mən təmizləyim, növbəti günə gəlirəm. Hə uşaqlar, günün sonunda da belə bir gün sonu raporu gəlir, siz görürsünüz. Bizə qazanc isə gəlir 250 dollar. Hələ biz burada kirayəni də ödəmişik, gecikən kirayə 0, fatura falan, yəni toplam burada görə bilərsiniz nə qədər qazanmışıq. İndi yeni günə başlayırıq. Dükan bağlı. Dükanı açanda artıq vaxt gedir. Ona görə biz birinci mallarımızı yoxlamalıyıq. Hələ ki salamatçılıqdır. Hə uşaqlar, bunun da məlumatı verim. İndi gələcəklər adamlar. Burada saat başı pulunu ödəyib maşın yarışları eləyirlər. İndi açın bunu, görəsiz. Gözləyək kassada. Hə, sizə bunu da göstərim. Bir dənəsini alırıq, elə basıb açırıq. Atılış eləyirik. Ya Allah, nə çıxdı? Heç nə. Hamısı sadə maşınlarda, təzə maşınlar var. Bunu belə eləyirik, bundan sonra bura qoymaq olur. Girirsiniz artıq buradan dənə-dənə maşınları qoyursunuz. Burada əsasən bundan bir dənə də polka atıb əfsanəvi maşınları da qoymaq olar. Misal üçün tapılmayan nadir maşınlar olur. Ki, keçən səfər birini 127 dollara satmışam. Hə, xala, nə istəyirsən? Kartla. 27 dollar. Bir nəqd ödəyən yoxdur ki, sizə göstərim. Ha. Bu Qarabala qardaşımız oturub. Anime qızı da gəldi. İndi artıq yarış eləyirlər. Aha, Bənövşəyə kimi maşın idisə, Qaqaş heç nə. Bax, 25 dollar gəldi. İndi kesim yenidən kassaya vurduq. Hamısı da kartlandı, maşallah. 75 dollar 26 qəpik. Geçşək. Aha, indi deməli nətər olur? 70 dollar 24 sent qəpik. İndi biz bura nə edirik? Burada yazılır para üstü. 9 dollar 76 qəpik. İndi biz buna bir dənə 5, 1, 2, 3, 4, 76. Deməli, bir dənə 50, 10, bir dənə də 10, 5, 1. Oldu 9 dollar 76 qəpik. Sonra basırıq bu gedir. İndi bunu tez-tez eləyirik. Nə qədər qaytarmalıyıq? 10, 1, 10 qaytardıq. Hə uşaqlar, bunlar burada gözləsən, qırılsınlar, yəni biraz növbə mədəniyyəti gözləsinlər. Nəysə, sözüm onda yox. Deməli uşaqlar, burada özümüz qiyməti artıra bilirik. Buradan giririk, misal üçün, kar bizə 3 dollar 50 qəpik qalır. Biz bunu istəsək qiymətini qaldıra bilirik, istədiyimiz büdcəni yaza bilirik, istəsək yendirə bilirik. Yəni biz də milyoner balası olmadığımıza görə, dükanın kirayəsini verdiyimizə görə ən yaxşı variantla modelləri yaxşı qiymət qoyuruq. Oyunçu aparsın və xala apardı.
Öyle elə. Keçək təzədən kassamıza. Ya Allah. Nə qədər? 1, 2, 3, 4. Mən 1000 dəfə demişəm, məndə xırda olmur. 60 dollar vermişəm. Görək bu qarabaladan nə qədər pul çıxır. Aha, kartla geçək, pis deyil. 94 50. Tamam. Bu bilinmir animedir, bilinmir bığı hara, matros paltara hara, yəni. Ver pulu. Bundan nə deyəsən, 50 dollar verib. Aldığı məhsulda 13 dollar tutub. Mən bunun üçün 36 dollar verməliyəm. Məndə xırda nə gəzir, elə bir multimilyonerəm. Baxışına bax. Bunu da belə eləyirik. Dükanımızı da bağlayırıq. Bunu da belə eləyirik. Gün sonu raporu gəlir. Aha, bizə bugünlük 1494 dollar 36 sent gəlirimiz oldu. Uşaqlar, bugünkü videoda bu qədər idi. Sizə bu oyunu göstərdim. Bu oyunu, daha doğrusu bu kanalı oyun kanalı eləmək istəmirəm. Sadəcə bu bizim hobbimizə aid olduğu üçün bu oyunu sizə çəkdim və videosunu yüklədim. Həm də bu hava şəraitinə görə bir neçə müddətdir heç bir event, bir neçə görüşlər təxirə salındığı üçün videolar daimi atamıram. İnşallah havalar istiləşəcək və videoların daha davamlısını siz görəsiniz, davamlı şəkildə atacağam. Belə videonu bəyəndisə deyə aşağıda qaqaş yer var. Ora bir dənə tıklayırsan bomba kimi. İstəsəz də deyərsiniz, ikincisini də ataram. Amma inşallah oyunun tam versiyası çıxanda sizə söz verirəm, online olsa, hətta bir sürpriz qonaqla da bu oyunu çəkib sizə videosunu ata bilərəm. Sağ olun, salamat qalın.